Özünüzü təqdim edin. Yani İkinci Qarabağ müharibəsi antiterror əməliyyatlarının iştirakçısı Azərbaycan Bayraq Ordeni Rüfət Məmmədzadə. Bura niçin gəlmisiniz? Bura gəlməkdə məqsədimiz kəşfiyyat subyekti və məzəb pulu ilə əlaqədar gəlmişik. Bu neçə il keçməyinə baxmayaraq elə bizə sənədləri göndərir, geri qaytarırlar. Bizə ötəri keçirlər. Məzəb pulu olsun ya subyekt pulu olsun. Subyekt puluna əlaqədar bura 4-5 ay bundan öncə sənəd göndərmişəm. Nə cür məsələdirsə Naxçıvan Muxtar Respublikasına məktub göndərirlər. 4 ay, 5 ay çəkir. Halbuki bunun müddəti bir həftə çəkməyə bilər. Məktubu oradan göndərən kimi gəlib çata bilirsə bura, buradan göndərilən məktubda oradan cavabını mənim fikrimcə iki həftəyə yekunlaşdırmaq olar. Məzuniyyət puludur 2018-dən bəri deyirlər ki, veriləcək. 2025-ci ildir, hələ də verilmir. Hələ də ötəriş keçirilir. O gün nəzən gəlmişəm, soruşuram ki, məzuniyyət pulu ilə əlaqədar nə vaxt veriləcək? Deyirlər ki, bu günə sabah. Nədənsə 2018-dən bəri bu gün sabah bitmir. Subyektlə əlaqədar sənədləri göndərmişəm mənə və digər yoldaşlarıma. Cavab bildirirlər ki, sizin vəzifənizlə əlaqədar subyekt pulu düşmür. Halbuki biz 2020-ci ilin sentyabr ayında 44 günlük Vətən müharibəsində 052 nömrəli hərbi hissəsində birlikdə eyni hərbi hissədə, təyinatlı hərbi hissədə bir yerdə döyüşmüşük. Onlara düşən subyekt pulu bizə düşmür. Bu sual işarəsi yaradır. Kimlərsə öz işlərindən məsuliyyətsizlik eləyir deyə bu günlər biz əziyyət çəkirik. Evdə uşağım var, biri xəstədir, mən o xəstə uşağa dərmanı almağa imkanım yoxdur. Uşaqlarım qarşısında acizəm. Valideyn kimi əlimdən heç bir şey gəlmir. Əlilliyinizi alırsınız. Bəli, 3-cü qrup əlillik. Kimlər deyəndə kimləri nəzərdə tutursunuz? Sənədlərimizi kəşfiyyat idarəsi göndərmişik. Hərəsi bir sözdür. Kəşfiyyat idarəsi maliyyə şöbəsidir. Maliyyə şöbəsi deyirlər ki, Naxçıvan Muxtar Respublikasından sənədlər gəlməlidir sonra. Naxçıvan Muxtar Respublikasına Əlaqətin Qoşun ordusuna getmişdim. Sual verirəm ki, mən sənədlərim ora niyə getməyibdi? Mənə cavab bildirirlər ki, sənədlərinizi göndərmişik çoxdan. Gəl ki, bura sənəd gəlib çatmırmı deyim, ya sənədə baxmırlarmı deyim. Sənəd bəlkə stolların üstündədir. Sadəcə baxmaq lazımdır. Baxmağa çətinlik çəkirlər. Günahkar axtarıq, hələ də günahkar tapılmır. Bəs səbəb nə göstərilir ki, sizin bu Səbəb problemləriniz birinci dəfə göndərilir, mənə səbəb olaraq bildirilir ki, sənin vəzifən subyektlə əlaqədar düşmür. Amma onlar sual verəndə ki, biz 052 ilə bir yerdə döyüşmüşük, eyni onların təyinatında bir yerdə döyüşmüşük. Onlara düşən subyekt pulu bizə niyə düşmür? Sadəcə sular heç bir cavab vermirlər. O deyəndə ki, Naxçıvandan göndərilən sənəd, o gəlib çatıb sizə, mənə cavab bildirirlər ki, sizə Naxçıvandan göndərilən sənədə biz 200 həftəyə ancaq baxarıq. Bir sənədə baxmaq üçün 200 həftə mənim üçün, gəlibsən solun üstədə 200 həftə lazım deyil. Göndərmişəm, sadəcə cavab yoxdur. Hal-hazırda yenə də gözləyirəm cavabı. Gəlmişəm, yazmışıq bura, cavabı bildirsinlər. Subyekt puluna əlaqədar, orada yekun nəticə heç bir şey yoxdur. Özünüzü təqdim edin. Mən Vətən müharibəsi iştirakçısı Qazi Quliyev Qabir. Bizim buraya gəlməkdə məqsədimiz subyekt pulu ilə əlaqədardır. Necə ki, 2 ildir sənədlərimizi göndərmişik Kəşfiyyat Baş İdarəsinə. 2 dəfə imtina gəlibdir. Birində bizə imtina səbəbi göstərdilər ki, sizin olduğunuz vəzifəyə subyekt pulu düşmür, ayrılmır. İkinci imtina səbəbi də o gəlibdir ki, sizi hərbi hissədən yararsız təxris eləməyiblər deyə biz o pulu sizə ayıra bilmirik. Bəs mən buradan o sözü mənə deyən Kəşfiyyat Baş İdarəsi olsun, maliyyə olsun, məndən kimlər danışıb, hansı məmur köməkçilər danışıb, onlara səsləndim. Mənə əgər o pul düşmürsə, mən 2020-ci ildə xüsusi təyinatlı olaraq 6 rayonda bir şəhərdə döyüşərək, qan qusaraq, canımı ortaya qoyaraq, mənim qollarımda qardaşlarım şəhid olanda, mənə niyə orada demirdilər, sən döyüşmə. Çünki mən bunları nəzərdə tutub getməmişəm döyüşə. Mən vətən borcumu, mən namus borcumu, mən qeyrət borcumu yəni tutub nəzərdə. Bunu mən özümə borc bilib, mən o döyüşə getmişəm. Və bu gündə mən istəyirəm ki, mənim 2 övladım var, az yaşlı övladım var, mənim övladımın biri xəstədir. Mən bugün aldığım pensiya mənə çatmır ki, mən yoldaşımı, uşağımı müalicə elətdirim. Kimlərinsə köməkliyi ilə Allah onların da köməyi olsun. Maddi dəstək olurlar, mən xəstəxanaya aparıram, müalicə elətdirirəm. Niyə mənim qanuni haqqıma düşən pulumu məndən mənimsəyirlər? Mən
cənab prezidentimizdən, cənab Ali Baş Komandanımızdan biz bunu eşidərək demirik. Biz qazilər bunu görərək, hiss eləyərək deyirik ki, hər zaman cənab prezidentimiz biz üst təyinatların hər zaman yanında olubdur. Maddi, mənəvi, hər cəhətdən. Mən inanıram ki, bizim bu səsimizə cənab prezidentimiz, cənab Ali Baş Komandanımız səs verəcək. Bizim haqqımıza düşən o məbləği, yəni necə deyim, yəni mən necə izah eləyim, yəni necə dilə gətirim, mən utanıram. Bugünkü günü mən Naxçıvan şəhərindən mən evimdə 2 körpə uşaq qoyub gəlmişəm Bakı şəhərinə. Mən gələndən nə yemək yemişik, nə su içmişik. Cibimizdə 1 manat pulumuz yox. Nə göydə Allahı, yerdə cənab prezidenti biz naümid, yəni mən bilirəm ki, cənab prezident bizi naümid buradan göndərməyəcək. Bizim haqqımıza düşən pulu bərpa eləyəcək, bizim haqqımızı yeyənləri layiqincə cavabını verəcək. Bundan əminik. Və biz bu gün yenə həmin qayda, biz cənab prezidentin dəmir yumruğunun bir parçasıyıq. Bugün yenə o əmr, yenə o komanda verilsə, gözümüzü qıpmadan biz qazi qardaşlarımız, burada olmayanlar da indi gəlirlər, yoldadırlar. Həmçinin onlar da. Gözümüzü qırpmadan döyüşə təmənnasız getməyə yenə razıyıq. Bu yarım canımızla. Mən bədənimin 80%-ni itirmişəm. Mən iynə dərmanlarla yaşayıram. Amma bu halıma baxmayaraq bir də o döyüşə gedirəm. Bir də bu vətənim üçün, bu millətim üçün. Namusum, qeyrətim qoymaram tapdalansın, düşman tapdağı altında qalsın. Sizdən xahiş edirəm, cənab prezident, cənab Ali Baş Komandan, bizim səsimizə səs verəsiniz, bizim haqqımızı bərpa eləyəsiniz. Siz, biz əsgərlərimizin yanındasınız. Bundan əminik. Özünüzü təqdim edin. Mən Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan təyinatlı qüvvələr mənsubu Eyvazov Turqut Firzov. Yoldaşlarım vurğuladı, şəhidimiz eyni qaydadadır. Neçə illərdir ki, bizi yalan vədlərlə, yalan sözlərlə, lazımsız qanunlarla bizi yola verirlər. Biz haqqımız olan pulu ala bilmirik. Bugünkü gündə biz yenə vətənimiz üçün ölməyə, öldürməyə, qanımızı tökməyə hazırıq. Bir şeyi vurğulayım ki, biz bu vətəni təmənnasız sevirik. Hər zaman da cənab prezidentimizin əmrlərinə canla, başla, şərəflə, ləyaqətlə yerinə yetirməyə hazırıq. Xahiş edirəm cənab prezidentimizdən bizim bu məsələmizə ciddi yanaşsınlar, bizim məsələmiz yoluna düşsün. Ümumiyyətlə 5 il ərzindədir ki, siz... Bəli, 5 il ərzində bizə heç cür bizi qaynə eləyən cavab verilməyibdir. Sadəcə imtina məktubları gəlir, hərdən bir qaydada, yəni eyni qaydada məktublar gəlmir. Bir bəhanə uydururlar. Hansı bəhanələrdən söhbət gedir? Vəzifə uyğun gəlmir və yaxud da təxris olunma qaydası uyğun gəlmir. Bu kimi bəhanələrlə bizi yola verirlər. Çıxış yolunu da burada görürük. Çıxış yolunda bura gəlmişik. Son çıxış nöqtəmizdir. İnşallah ki, hər şey yaxşı olar. Yenə deyirəm, biz vətənimizi qarşılıqsız sevirik. Hər zaman da vətənimiz uğrunda ölməyə də öldürməyə hazırıq. Özünüzü təqdim edin. Mən təyinatlar mənsubu Kiçik Çavuş Xasayev Yusif Cəmaləddinov. Yoldaşlarımın da dediyi kimi eyni qaydada, eyni problemlərin üzbəüz qarşı-qarşıya durmuşuq və bura üst tutub bura gəlmişik. Hardasa son 3 ildir, yəni subyekt pulu ilə bağlı dəfələrlə müraciət eləmişik, məktublar göndərmişik, sənədlər toplamışıq. Səsimizə səs verən olmuyor. Hərdən fərqli bəhanələrlə yoldaşlarım da dediyi kimi birdən təxris olubsan, sonra pensiyaya çıxıbsan, nə bilim birdən sənin vəzifən uymur. Belə bəhanələrlə bizi yola verirlər. Yəni biz vətən qarşısında borcumuzu yerinə yetirmişik, bundan sonra da yetirməyə də hazırıq. Heç vaxtda mən və qazi yoldaşlarım heç vaxtda dilimizə gətirmərik ki, biz niyə bunu elədik? Bu bizim borcumuz idi, bundan belə yenə olsa yenə eləyərik. Sadəcə bunlar bizi yola verirlər. Biz də üst tutub Naxçıvanla bura durub gəlmişik. Çətin vəziyyətdə 2 günlük qalmışıq aeroportda. Səhər tezdən buradayıq. Döymədiyimiz qapı yoxdur. Mən sadəcə bir dənə xahişim oldu ki,
bu Azərbaycan Respublikasının döyüşçüləri kimi cənab prezidentdən xahiş eləyirəm, artıq dərəcədə səsimizə səs versin. Biz belə yollarda qalası, yəni oğullar deyilik. Yəni mən şəxsən özümə ayıq bilirdim ki, belə durum gəlin buralarda sürün. Nə mənim, nə yoldaşlarım. Yəni bizə yaraşan deyildi ki, gələk biz burada çəkiliş olsun, müraciət olsun. Bizim səsimizə səs verən olmadığına görə biz məcbur qaldıq. Son çarə olaraq üzümüzü tutduq cənab prezident. Bəs harda qalacaqsınız? Naxçıvandan gəlmisiniz. Burada qalmağa yeriniz var mı? Qalası yerimiz yox. Bura demək də sıxmasın, adam utanır, borcunu, xərcini durub gəlmişik, burada da qalası heç bir yerimiz yoxdur. Yəni burada olmasın, biz dağda daşda xidmət eləmişik, dağda daşda döyüşmüşük, olmayacaq burada stolların üstündə də yatarıq. Bizim tək haqqımız yerdə qalmasın.